Növbəti videomuz listeningdən olacaq uşaqlar, Unit 7. Mən artıq nəzərə alacağım ki, siz videonu, yəni listeningi dinləmişsiniz və burada səhvlərə baxırsınız. Yəni bu videoda listeningi dinlətməyəcəm sizə. İmtahanda sizə öncədən vaxt verəcəklər ki, siz suallarla tanış olasınız. Ümumi görəsiniz ki, söhbət nədən gedir. Mən də baxıram ki, hər yerdə demək olar sosial media var, social media. Mən söhbət əsas olaraq sosial mediadan gedir, düzdürmü? Bu fikir məndə formalaşdı. Bunu qoyuram kənarda. Ümumi dinləyərkən belə fikrin formalaşmasa belə digərlərini işləyərkən fikrin formalaşacaq. Biri yazmağa tələsmirəm. Baxıram ki, burada məndən nə istəyir? Düzgün cavabı. What can you do on social media platforms? Sosial media platformunda nə edə bilərsən? Mən buna diqqət edəcəm. It's important to be kind and respectful to others and not share. Aha, deməli məndə burada paylaşmağımı istəmədiyi nəsə var. Bunu soruşacaq məndən. Bir də diqqətimi burada eləyəcəm. True, false artıq dinlədiklərimin arasına seçəcəm. İkinci dəfədə təkrar düzəldəcəm. Yaza bilmədiyimi yazacağım, səhvlərimi düzəldəcəm və yaxud da yoxlayacağım. Deməli, listeningi dinlədik. Artıq başlayırıq işləməyə. What can you do on social media platforms? Sosial mediada nə edə bilərsən? Kino haqqında danışmır, video games söhbəti getmir, TV shows adı çəkmir. 2 dənə variant deyir orada. Bunların adını çəkibdir. Share personal information with strangers. Yadlarla şəxsi informasiya paylaşmaq. Connect with friends and family. Məndən nə edə bilərsən deyirdi. Məsləhət, yəni edə biləcəklərim arasında dostlarla və ailə ilə əlaqə yaratmaq var idi. İndi keçirəm üçüncü sualıma. Burada deyir ki, hörmətli olmalısan, mehriban olmalısan, hörmət göstərməlisən. Nəyi paylaşmamalıydın? Burada ev tapşırığından söhbət getmir, petsin şəkillərindən söhbət getmir, dostlarla password paylaşmaq adı çəkmir. Bu da videolar da yox idi məncə, yadıma gələn qədərilə. Amma burada deyir ki, yadlarla şəxsi informasiyanı paylaşma. Bunun da düzgün cavabını tapdıq. True, false-a keçirik. Bəzən bu true, false elə mövzularda elə şeylər olur ki, mətni dinləməsən belə bunları yaza bilirsən. Social media can't connect you to people far away. Sosial media səni uzaqdakı insanlarla əlaqələndirə bilmir. Əlbəttə ki, səhvdir. Bu əlaqələndirir axı. Səhv. On social media you can share your opinion in the comments. Rəylərdə öz fikrini paylaşa bilərsən. Bəli, düzdür. With the help of social media you can see what others do. Sosial medianın köməyi ilə başqalarının nə etdiyini görə bilərsən. Bəli, düzdür. Hamı paylaşır. Nə yedim, nə içdim, hara getdim, hardan gəldim, kimlə görüşdüm. Facebook, Instagram, Twitter and TikTok are popular social media platforms. Bəli, onlar məşhur sosial media platformalardır. Deməli, məndə artıq fikir formalaşdı. Sosial media hansılardır? Orada nə edə bilərsən? Sənin hansı işinə yarayır? Uzaqdakı insanlarla əlaqələn qurursan, dostlarından, ailənlə xoşvaxt keçirdirsən. Ancaq ki, diqqətli olmalısan və şəxsi informasiya paylaşmamalısan. Artıq mən biri yaza bilərəm. Burada deyir ki, A bəndi, History of Social Media Platforms. Yox, tarixi barədə heç bir məlumat bizə vermədi. The Importance of Online Safety. Online təhlükəsizlik haqqında üzr istəyirəm uşaqlar. B variantında online təhlükəsizliyinin önəmi bu barədə dedi ki, informasiyanı paylaşma, amma bütün tekst bu haqqında deyildi axı. How to use social media responsibly. Sosial medianı necə istifadə edəcəyimiz barədə bir məlumat vermirdi. Sadəcə bizə məsləhət verdi ki, şəxsi informasiyanı paylaşmayın, mehriban olun və salam. The benefits of social media for staying connected. Bu daha uyğundur. Bizə sosial medianın üstünlüklərindən danışdı. Ümumilikdə onu vurğuladı ki, nə işə yarayır, nə edir. Bu haqqındaydı. Amma baxıram ki, ən düzgün variantım budur. Y variantına gəlirəm ki, a big online community, böyük bir online icma. Axı, bu haqqında bizə heç nə demədi, sadəcə xüsusi olaraq bir icmadan danışmadı bizə. D variantı burada ən uyğun gələn variantdır.